Salam değerli dostlarım, bugün size bu güzel güllerin açmış halını çəkirəm ve ardınca da öz güllerimi çəkəcəm. Bu yol kenarında olan komşumuzun gülləridir. Çox gözəl çiçəkliyibdir, çox xoş çiçəkləri var. Biraz havalar çox isti keçirdi ya, tez solmağa meyilli olublar. Biraz yaxınlaşdırım, amma çox qəşəngdilər. Görürsünüz de renk güzel çiçekler. İstedim bugün bunları lente alalım. Çünkü o kadar güzeldiler ki buradan geçerken benim elimden aldı. Al kırmızı renkte, rozlu renkte, her renkte çiçekler var burada. Böyle güzel güller. Bunun budaklarından her dəfə qıranda əkir yan tərəfinə, orada öz-özü oluyor, bitir. Belə qəşəng görkəm alır. Əslində belə baxsan yol kənarıdır. Deyərək ki, boş yerdə neynərik, amma əkən əkir. Böyle çok güzel güllerdir. Hədsiz dərəcədə qəşəngdir. Kaş bunu yaxından görə biləydiniz. Çok güzeldir. Becərən əllər var olsun. Allah sağlam can versin. Bu da kırmızı ağlardır. Bunlar da kırmızılardı. Buranı çəkim, sonra da öz güllərimi, həyatımda açan gülləri sizin üçün çəkəcəm. İnşallah bəyənərək, sevərək izləyərsiniz əziz dostlarım. Kanalıma abone olun, like edin. Sizin için güzel videolar ben de çekim. Çünkü sizler aboneliklerimiz çoxaldıqca, like'larımız çoxaldıqca benim çiçek çəkmək nasibiyəm o kadar yüksək olur. Belə indi keçirik səyahətimizin güllərini çəkəcəm sizin için. Bu kadar olmasa da mənim də az buz belə güllərim var. Ve belə qalan artıq son çiçəkləridir sarı gülümündə. Son çiçəklərdir. Demək 3-4 dənə belə sarı çiçəklərim qalıb. Bundan bu il artırmaq fikrindəyəm. Bir də bunu payızda buduyub tamam başqa formaya salmaq istəyirəm. İndi görək, sağlıq olsun. Onu da eləyərəm. Artıq bu çiçəklərlə də sarı gülümüzə bu illik vəda edirik. Gələn il inşallah salamatçılıq olsa bunun çiçəklərini təkrar görərik. Və buradan keçdim daimgilə. Bunların belə gözəl renkdə çiçəyi var. Onu da videoya salmaq istədim. Çox qəribə belə mor renkdə çiçəkdir. Amma tez solur da. Elə bu açır, sonra da solur. Mən belə solan vaxtlarına gəlmişəm. Belə qəşəng mor renkdə, tünd bardov renkdə deyək də belə çiçəkləri var. Amma heyif ki tez solurlar, biraz ömrü az olur. Belə qəşəngdir. Bundan budağından inşallah əkərəm. Mən də görüm tutura bilsəm əkərəm payızda bundan. Çünki bundan çox xoşum gəldi. Belə qırçınlı yarpağı var. Tünd bardovu renkdir. Böyle güzel bir güldü. Ama video çəkdiyimi bilir. Ama bilir ki mən əslində heç qohum əqrabiyə falan dosta tanışa deməmişdim. YouTube kanalına videolar çəkirəm. Amma özləri izlədikcə məni tapıblar. İndi gülü çiçəyi olanlar hamısı deyir ki, gəl bizim gülü də çək. Belə istəyirlər ki, onların da gülləri videolarda qalsın.
Belə mis qoxulu ağ güldür bu da. Gözəl gül. Bu da qırmızı gülləridir. Elə çox çeşid gülləri yoxdur, amma belə qızıl gülləri çoxdur. Onu da yığıb mürəbbə pişirirlər. Belə də qavda gülləri var. Bundan mənim də var evimdə. Mən bunları ləğv elədim. Bunlar tez toxuma duran geranlardır. Elə çox çiçək açmır, amma çoxlu demək olar ki, toxumu olur bunun. Belə burada qızıl gülləridir. Olduqca yığıb mürəbbə pişirirlər. Elə qalın. Burada da sarı zambaqları var. Çox qəşəngdir burada. Gözəl sarı zambaq. Mən də əkdim bu il. İnşallah mənkilər tutar. Belə burada da ətər şahları var. Bunlar da payızda açırlar. Keçən il çəkmişdim bunları payızda. Çox qəşəng ağ çiçəklər açır. Və təkrar gəldim öz güllərimin yanına. Öz güllərimdə görürsünüz ki, belə gözəl çiçəkliyibdir. Bunların bu hallarından çox xoşum gəlir. İstəyirəm ki, bunların əlində olsun. Çox gözəldir bu da. Təşəkkürlər. Və bu gözəl qırmızı gülüm. Bir də zakaz eləmişəm dostlar. 5 rəngin o karlik qızıl güllərdən demişəm alsınlar. Qəşəng rəngdə karlik qızıl güllər gəlibdir mağazalara, gül satılan yerlərə. Onun hər rəngindən zakaz eləmişəm. İndi inşallah ki yaxın zamanda mən də bunu əldə eləyərəm. Belə gözəl bunların balaca növlərindən mən istəmişəm. İnşallah gəlsin çıxsın, əkəcəm onda bir yerə, evin qabağından bir yer eləyib əkəcəm. Güllərim hamısı belə düymədədir, görürsünüz. Çox qəşəngdir. Hamısı gözəldir və gözəl belə çiçəkləri var. Bunlar payıza qədər, qar yağına qədər demək olar ki, qıranda qəşəng qalır. Bu 3-cü yarpaqlardan yox, əziz dostlar, biraz əlim bulaşıqdır. Bu 3-cü yarpaqdan yox, 5-ci yarpağın üstündən elə bil kəsəndə gözəl şey verir, zoğlar verir, təkrar çiçək açır. Yəni buradan qıranda yox, 5-ci yarpağın üstündə, 5 dənəli yarpağında, yəni bax belə 2, 4, bu da 5. Oradan kəsəndə qəşəng gül o dəqiqə pöhrəliyib təzdən açır. Gözəl günü bu amaralisim də açmağa başlayır artıq. Bu da yaxşıdır. Belə bu qızıl güllərim də açır, hamısı gözəldir. Vəfalı güllərim, gözəl güllərim. Bunu da Bakıdan mamam almışdı 3 il bundan qabaq. Bilməyibdi, satan deyib ki, bilmirəm neçəyə, nə rəng açır bilmirəm. Mamama 1 manata verib bu gülü. Mən də mamama dedim, 1 manata nə qəşəng almışsan. Gərək bundan 5-6 dənə alaydı, nə çıxardı. Qəşəng güldür bu da, istəyirsən, rozlu güldür. Bunu mamam almışdı Bakıdan. Belə gözəl, ona görə də bu gülünü daha çox sevirəm. Rəngi çox xoşuma gəlir. Peki də çoxumuzda bunlardan var ya, amma məndə ilk dəfədir belə rəngli deyə mənə daha maraqlı gəlir. Bu da amaralisimdir. Bu da gözəlimdir. Bol çiçəkdədir bu da. Və bu gözəl qızıl gülüm. Bu da yaxşıdır. Hamısı qəşəngdir güllərimin. Bunu da göstərim sizə, dostlarım. Bu da artıq açmağa başlayır. Spatfiliumum. Yarpaqları da böyüyür, çiçəyi də açmaq üzrədir. Bu da ağ amaralisimdir. Bəlkə olar ki, soruşanınız olar. Ağ Bakıdan gətirdiyim amaralis artıq göyərməyə başlayır. Və bu çardaq gülümü də xeyli vaxt çəkmirəm. Çox çiçəyi açdı, soldu belə. Qalanları bunlardır. Belə burada. Belə gözəl olub. Və belə əziz dostlar, bu günlük də bu qədər olsun. Yeni videolarda inşallah ki görüşərik. Özünüzdən müğayət olun.
Allaha emanet olun. Hələlik dostlarım. Hər zaman bağçalarımız güllü çiçəkli olsun.